Silahlı Qüvvələrin baş leytenantı, həmçinin fitness üzrə Azərbaycan çempionu olan Muxtar Qasımlı 2020-ci il oktyabr ayının 2-də cəbhənin Füzuli istiqamətində gedən ağır döyüşlərdə döyüş yoldaşları ilə birlikdə düşmənin ağır hücumuna məruz qalıb. Ayağından və sinəsindən güllə yarası alan Muxtar sonuncu yaralını mühasirədən çıxarana qədər döyüşüb. Özü isə qanaxmadan şəhid olub. Muxtar Əlioğlu Qasımov 1993-cü ilin fevral ayında Bakı şəhərində anadan olub. Peşəkar idmanla məşğul olan Muxtar 2019-cu ildə fitness üzrə Respublika çempionu adını qazanır. İdman müəllimi işləməklə yanaşı, mükəmməl bədən ölçülərinə sahib olduğu üçün model kimi fəaliyyət göstərir. Muxtarın ən böyük məqsədi isə şəhid olan dostlarının qisasını almaq idi. Bu amal uğrunda sona qədər getdi və şəhidlik zirvəsinə ucaldı. İzləməyi unutmayın. Sağ olun, sağ olun.